Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Sosial yardım alan şəxslərə bir neçə məlumat çatdırmamızda ən əsası vacib məlumat axırda olacaq. Videonun sonuna qədər izləyin. Birinci onu qeyd edin ki, vətəndaşlar mənə sual verir ki, bəs biz sosial yardım üçün müraciət etmişik, amma bizə cavab verən yoxdur ki, bilmirik keçdi, keçməli, hardan öyrənək. Tez-tez belə bir suallarla mənə zəng edirlər. Qeyd edin ki, bununla bağlı Sosial Müdafiə Nazirliyinin çağrı mərkəzinə müraciət edə bilərsiniz. 142 qaynar xətt. Ora zəng edin, öyrənin, hörmətli izləyicilər. Digər məlumat ondan ibarətdir ki, deyirlər ki, pay torpağına əlaqədə biz vergi ödəmişik, sistem qəbul eləmə problemi var. Bununla bağlı 195 çağrı mərkəzinə zəng edə bilərsiniz. İqtisadi İnkişaf Nazirliyinin vergi xidməti idarəsidir. Əlaqə saxlaya bilərsiniz qaynar xətlə. Digər məsələ ondan ibarətdir ki, mən hüquqşünas Zaur Seyidzadə abunə olan şəxslər üçün ayın 16-sına qədər, yəni 16 may 2025-ci ilə qədər abunə olan şəxslər üçün sosial yardımla bağlı məsləhəti 5 manata verirəm. Bundan əlavə qeyd edin ki, bu videoya 1000 bəyənmə yığsa və 500 abunə yığsa, sizin üçün video hazır edəcəm ki, necə yəni sosial yardım üçün qeydiyyatdan keçmək lazımdır. Şəxsən özüm qeydiyyatdan keçərək sizə göstərəcəm. Bundan əlavə qeyd edin ki, vətəndaşlar sual verir ki, bəs biz boşanmışıq, məhkəmə qərarı var, amma amət yoxdur. Bizə sosial yardım verməyə nə etmək lazımdır? Siz bununla bağlı məhkəməyə də müraciət edə bilərsiniz, aminin təyin olmasına bağlı yenidən. Eyni zamanda mediasiya sazişi də bağlaya bilərsiniz. Qarşı tərəflə və amitin məbləğində özünüz müəyyən edə bilərsiniz. Nəzərə alın, hörmətli izləyicilər. Bundan əlavə qeyd edin ki, hörmətli izləyicilər, və amitdən əlavə də əsas məsələ odur ki, sizdə evdə əlvi olan şəxs varsa, mən bunu əlvi arabasında olan şəxs kimi deyəm, ona qulluq edirsinizsə, iş yeri tələb olmur. Bir də ki, sizin pay torpağınız varsa, ayrı üzvlərini deyirsiniz ki, harada işi qeyd edək. Eyni zamanda qeyd edə bilərsiniz ki, həmin pay torpağında işləyir. Ayrı kollektivi olaraq bir yerdə işləyirsiniz. Onu da göstərə bilərsiniz. Bir daha xatırladan ətrafı məlumat üçün mənim telefon nömrəm videonun izahı yerində YouTube kanalına qeyd olunub. Eyni zamanda YouTube kanalı şot bölməsində istənilən videonun üzərində var. Əlaqə saxlaya bilərsiniz. YouTube kanalına abunə olan şəxslər üçün telefonun hüquq məsləhətinin verilməsi 10 manat. Hörmətli izləyicilər. WhatsApp-a yazın. Səsim düşər. Diqqətinizə görə sağ olun.